Salam dostlar, Bakı Expo mərkəzinə gəlmişəm. Bilirsiniz ki, oktyabrın 7-nə qədər kitab sərgisi olacaq burada. İçəri girim, görüm nə var, nə yox. Belə müxtəlif nəşriyyatların kitabları sərgilənir və satılır. Bu da bizim fəxrimiz, yazısımız Kərimət Büyükçöldür. İndi qədrini bilməsək də inşallah gəlsdə qədrini biləcəyik. Günümüzün Mirzə Əkbər Sabiri, Cəlal Məmmədquluzadəsidir. Tink nəşriyyatı. Belə fərqli nəşriyyatlar var. Müdürü nəşriyyatı. Demək, biz indi Tink nəşriyyatından belə kitablar alırıq. Adəm Zeyev dünyanın yaradılışından, Adəm Əleyhisselam. Bu xanım da Çinarə xanımdır. Bəzi kitabların müəllifidir, dini kitabların. Dini və mənəvi kitabların müəllifi Çinarə xanım indi bizim uşağa kitab tövsiyə edir. Amma real hekayələrdir. Hamının evini görmüşəm, kimin üçün nələr və onların içində hədislər var, Quran ayələri var. Uşaqlar həm də İslama yönəlirlər, biz hekayənin içində. Böyle kitaplar kıskanmıyoruz ki. Biz bunu 3 dəfə nəşr elədik, 3 şeye çevirdik. Çoxdandır bazarda. Nasıl mühendisiniz? İnşallah biz də qızımız üçün Çinarə xanımın kitablarını alacağıq. Çünki dini, mənəvi kitablardır. Uşaqlara əxlaq yönündən çox böyük təsirləri var bu kitabların. Bunu da həmçinin. Gəlib siz də özünüzə ala bilərsiniz. Dostlar, 11-ci kitab sərgisi belə maraqlı keçir. Demək olar, Azərbaycanın bütün nəşriyyatların kitabları dediyim kimi burada təqdim olunur. Kitab sərgisində fərqli universitetlərin də kitabları, stendləri var. Azərbaycan Texniki Universiteti, Azərbaycan Dillər Universiteti universitetlər də öz kitablarını belə təqdim edirlər. Yəni, sadəcə nəşriyyatlar deyil, universitetlər də kitablarını təqdim edə bilirlər. Hətta kitab sərgisində fərqli ölkələrin səfirlikləri də var, onlar öz sirklərini qoyublar. Argentina səfirliyi, Kolumbiya səfirliyi, İtaliya səfirliyi, Venezuela səfirliyi. Bu da başqa bir maraqlı stenddir. Bu stenddə Türk ölkələrinin mədəniyyət özəksini tapıb, geyimləri falan. Dostlar, indi mən İran İslam Respublikası stendindəyəm. İnşallah xanım bacımız bizə Usta Şəhriyarın şeirini deyəcək. Buyurun. Salam olsun hamımıza. Şəhriyarın diyarına sizə salamlar gəlmişəm, sevgilər gəlmişəm. Pedər babam, uydurumlar şaxanda, sellər sular şaxanda, baxanda, qızlar buna sərfa olur baxanda. Salam olsun şöhrətinizə, elinizə, bizim də adımızdır, sizlər sevgilinizə. Sağ olun. Burada Koreya dövlətinin belə stendi var. Texnologiya adlı stendi, çox maraqlıdır. Demək, qızım bu şəkili çəkdi, rəhlədi. İndi bu aparata qoyacaq. Apar qoy qızım. Qoy. Aparata QR kodu oxutduracaq. Qızım, düyməni bas. Bas, bas. Bas. İndi qızımın o deyə qızım. Qızımın çəkdiyi, rəhlədiyi pələk ekranda yansıdı. O deyə qızım. Dostlar, gözdən kitab aslında belə stend var, çox maraqlıdır. Adada kitabların içərisində özünü təxmis edir. Dostlar, son olaraq onu deyim ki, 11-ci kitab sərgisi çox mükəmməldir. 7 oktyabra qədər davam edir. Kimlər istəsə gəlib asudə vaxtlarını səmərəli keçirə bilər. Və 11-ci kitab sərgisi Bakı Expo mərkəzində təşkil olunub.